Değerli izleyiciler, hürmetli tamaşaçılar, salam, hər vaxtınız xeyirli uğurlu olsun inşallah. Açıq Yorum programının ayrı bir bölümü ilə sizin ekranlarınızın aracılığı ilə olduğunuz yerə qonaq gəlmişik və bizi qonaq olaraq qəbul etdiyiniz üçün bəri başdan təşəkkür edirik. İstisnai bir vəziyyətdəyik, gərgin bir ortamdayıq və böhrani bir günləri keçiririk. İnsanlar əziyyətdədirlər, bizdən olsalar belə, olmasalar belə, bizdən olsalar da, olmasalar belə, yenə də bu əziyyətlər və işgəncələr adını insan qoyanı belə rahatsız eləyir, amma insanı duyğusu daha artıq olan ki, yerində çox belə bir bərbad günə gəlib çatır. Anormal hərəkətlər, qeyri-insani rəftarlar, çox belə qəddarcasına bir davranışlara biz şahid oluruq. Kimlərə qarşı? Çörəkvay insanlara qarşı. Bir normal qarınlarını doyura bilməyən insanlara qarşı, elə ona görə də etiraza qalxışan insanlara qarşı bu qəddarcasına hərəkətləri qınayırıq və onun belə görüntülərini bəzən insan görməyə dözümü və təhəmmülü olmayır. Nəysə, bir neçə gündür ki, İran adlanan ölkədə belə bir ayaqlanmalar, yəni ayağa qalxmalar baş tutubdur və neçə gün o etirazların baş tutmasından sonra Güney Azərbaycanda da bir hərəkətlər oldu. Ancaq biraz fərqli variantla onu da biz ayrıda danışmışıq və başqa bir şəkildə də dəyərləndirəcəyik. Amma istər-istəməz bu Güney Azərbaycanlıların pasaportunda hələlik İran yazdığına görə elə o ölkədə baş verənlər birbaşa bizi də ilgiləndirir və əlaqədar eləyir. Ona görə ona biz duyarsız qala bilmərik. Bizim də alın yazımız deyəsən ki, onunla bağlıdır. Bəlkə bir gün gəldi, biz də yolumuzu çəkdik, getdik və öz əlimiz, öz başımız oldu. Amma bu dəqiqə istər-istəməz başqaları bizim üçün qərar verirlər və bizim də gözümüz onun deyəsən ağzındadır ki, nələr onlar danışacaqlar, bizə görə nələr qərar verəcəklərinə təslim tutacaqlar. Üzücü bir durumdur, ancaq bunun da bir çarəsi vardır. Milli iradə ilə buna da çarə tapılacaqdır inşallah. İndiki və bu dəqiqəki proqramımızın qonağı çox dəyərli bir şəxsiyyətdir. Azərbaycanlı bir karakter, bir sima, bilimsel araşdırmaları ilə, fəaliyyətləri ilə, siyasi fəaliyyətləri ilə, millətimiz, vətənimiz uğrunda çalışmaları ilə tanınmış bir simadır. Cənab Doktor Şapur bəy Ənsari. Xoş gəldin deyirəm öz proqramlarına. Mən artıq çalışacağım ki, mikrofonu sizə təslim edeyim, amma ara sıra bəlkə də mən də gəldim, bir kəlmə danışdım, amma söz sizdə olacaqdır və önümüzdə olan bu təxminən 45 dəqiqədə inşallah sizdən eşidəcəyik. Cənab Doktor Ənsari, siz bu tablonu necə görürsünüz? İranda baş verən tablonu, nədən o noxtaya gəldilər, çatdılar cəmaat, hakimiyyətin davranışı necə oldu, başqa yerlərdən nə umudlar verildi, nə bilim Amerikadan ya ona bənzər bir yerlərdən və sonra kimlər sözünü tutdu, sözünü tutmadı, hansı qanadlar, hansı cənahlar meydandaydılar və belə-belə davam edəcək proqramın sonuna qədər gələk çataq öz bölgəmizə. Buyurunuz, mikrofon sizdə, sizdən eşidək. Mən də sizə tamam, sizdən həmkarlara uzaqdan salam edirəm. Tamamı Azərbaycanlılara, Şimallı, Cünublu və İranlılara, hamısına İranda çox çətin günlər geçirir və düzdür, mən Amerikada yaşayıram, uzaqdayam, vəli adamın ürəyi oradadır. Bir belə günahsız insanlar aradan gedirlər, məxsən gənc adamlar və o görün mənə bir Mən səs yanğılanmasın deyə mikrofonu bağlamışdım. Cənab Ənsarinin biz görüntüsünü ala bilmədik. Təkrar inşallah bağlanırlar. Reji lütfən görüntünü aldığınız kimi bizə də bilgi verin. Çünki biz bayaq söhbətlərimizi danışmışıq.
istərdik ki, cənab Şapur bəy Ənsarını da eşidək. Ona görə vaxtımızı artıq onun üçün ayıracağıq. Əziz izləyicilər, bu məlum vəziyyətdən qurtarmağa topyekun və bir millətcə çarə tapmalıyıq. Biz də öz zəifiyyətlərimizi, çatışmanın yerləri görürük. Onlara diqqət etməzsək, bu şəkildə davam edəcəkdir. Amma dönə-dönə təkrarlayaq ki, umudsuzluğa qapılmayaq və özümüz bir millətcə məsələni həll edək. Mən sözümü burada kəsirəm və mikrofonu cənab Ənsariyə tapşırıram. Buyurun lütfen. Əzizim Qurban, vaxan bu Amerikada otura adamın ürəyiyle orada insanların yanında da günahsız insanlar, o adamlar ki öz əvvəliyyə hüquqlarına üçün ayağa qalxıblar. Bu məsələ, bu cinayətlə bir belə qan tökülür. Adam düşünə bilmir, niyə gərək o məmləkətdə insanlar öz haqlarına ayaksız duranda güllə onlara cevap verələr. İnşallah ki bu məsələ tezliklə qutular və İranda bir növ demokrasi tamam xalqlara, məxsusən də Azərbaycanlılara, Cünubi Azərbaycanlılara, tamam Türklərə İranda həman zaman ki o Qacar zamanında bir növ ben bir federalist formda bunlar özleri idare edildi, dava yoxudu, hərə öz işine yetişirdi. İndi bu 100 ildə bir sistem yaranıb ki, fakat bir dənə polisi var, bir dənə teori var. Ondan sonra her kim onun qabağında dursa başı sınmalıdır. Ve inşallah ki bunu əmələn, praktikal formda bu İran rejimi düşünə və xalqla müdarə eləyələr. Mənim ümidim odur ki, tezliklə bu bir o formu ne diyelim, müsalihə ya rəvabət milletlerin arasında bir ne o tefahüme yetişələr və tamam xalqa İran eləyə bilirlər öz əvvəliyyə hüquqlarına yetişə bilirlər. Və bu da gəlir, mən fikir eləyəm bunun qabağını alınmayacaqlar həmişəlik. Cənab Ənsari, burada iki məsələ vardır. Biri hakimiyyətin tutumu və məsələyə yanaşmasıdır. Biri də ki, millətlərin ya xalqların bir-birindən necə yola gəlməsidir, ya güneydilər demişkən keçinmələridir. Quzeydə keçinmə ayrı anlamdadır, bizdə fərqlidir. Bu hakimiyyət təbiətən indiyə kimi nə qədər ona qarşı bir güc emal olunmayıbdır. Çox belə mövzeyində və olduğu yerdə bir sərt davranışlar özündən göstərir və görürük ki, özünü qorumaq üçün hər hansı bir cinayətə də əl atır və çəkinmir. Yeri gəldiyində yasalamağa çalışır, nə bilim şəri bölük qoyur başına. Yeri gəldiyində heç yasalamağa da çalışmır. Utanmasınasına deyir ki, mən bu işi gördüm, yaxşı da elədim bu işi görmüşəm. Yəni belə bir rejimlə qarşı-qarşıyayıq. O biri məsələ ki, siz deyirsiniz, xalqlar və millətlər bir araya gəlsin, orada da yenə çatışmayan yer vardır. Biz görürük ki, bizim qonşuluğumuzda olan bir etnik vardır, bir qövm vardır, bir xalq vardır ki, onun içərisindən dəyişik teröristli qruplar çıxıbdır. Yəni bizim bölgəmizdə teröristli qruplar bizdən deyildir. Bizim millətimiz silah əl atmayıbdır indiyə kimi. Amma bizim qonşuluğumuzda olan Kürdlərdə bu qruplar vardır. Biz demirik ki, Kürdlər hamısı teröristdir. Bəli, bizim bölgədə teröristlərin hamısı Kürdtür. Ona diqqət yetirməliyik. Onları biriləri danlamalıdır ki, ağıl verməlidir ki, bu yolla siz haqqınızı ala bilməzsiniz, bizə baş ağrı olacaqsınız. Hələ bu dəqiqə birləşib, o siz deyirsiniz, birləşsinlər, haqlarına çatsınlar. Onlar mərkəzi buraxıblar. İstimar və müstəmləkə altında tutan rejimi buraxıblar, bizim torpaqlarımıza göz çəkiblər. Günü bu gündə xəritə yayımlayırlar və bizim torpaqlarımızı qatırlar, özlərindən göstərirlər. Yəni, ya bunlar elə rejimin adamıdırlar, istəyirlər ki, ortalığı qarışdırsınlar, birlik olmasın,
ya da o qədər ağılsızdılar ki, birliyə doğru getmək istəmirlər, ya da üçüncü variant bəlkə budur ki, özlərini o qədər güclü görürlər, heç kəsi saymırlar. Heç kəsi saymayan da daha bizlə də bir masa başında gəlib oturmayacaqdır. Gerçi onların da o qədər liyaqəti yoxdur gəlib bizlə masa başında otura. Biri ki, məsələn, terrorizmdən danışır və elə terrorizmdən qidalanır. Terrorizm dövləti olsa, nə bilim, İran kimi ya İrana bənzər bir dövlət kimi yenə də məhkumdur. Elə bir qruplar da olsa yenə də məhkumdur. Bizim birlikdən, bərabərlikdən danışırıqsa bizim kimin, yəni mədəni bir millət kimin olmalıdır, gəlib birlik, bərabərlikdən danışmalıdır. Bir onu istərdim sizdən soruşam, siz də telefonu biraz, evet, doğrudur, qaytarın özünüzə sarı. Bir də ki, son günlərdə, cənab Ənsari, sayıları az olsa da, amma mediaları güclü olduğuna görə səsləri gür çıxan bir kəsim vardır. O da şahçılar və səltənətçilərdilər. Keçmişdən İran International və Manoto kimi televizyon kanallarının ya sosial medianın o propagandası ilə elə bir güllük gülistanlıq Pəhləvi dönəmindən göstəriblər, sanki onlar olduğunda hər şey bizim nəfimizə qurtaracaqdır və tüm istəklərimizə çatmış olacaq. Siz hər iki rejimi gördüyünüzə görə və uzun müddətdir də dünyanın süper gücü olan bir ölkədə yaşadığınıza görə istərdik sizdən də eşidə. Pəhləvi kimi bir rejim, yəni eyni o zamanki siyasətini davam etdirmək istərsə, bizlər nə əldə edərik, nələr əldə edə bilmərik. Yəni bu qədər xərc qoyduqdan sonra, bədəl ödədikdən sonra elə bir sistem gətirib bizim başımıza çıxardarlarsa İranistan Cumhuriyyətindən sonra biz Azərbaycan türklərinə nə xeyirlər yetişər, hansı xeyirlər yetişməz, ya hansı zərərlər bizə toxunar, onu sizdən eşidər lütfən. Valla mən bu Ağa Rıza Pəhləvini ki, yoxundan mən görməmişəm. Vəli heç lazım nə yoxundan görəsən. Bu ağa 47 ildir İrandan qaçıb və daimən bodyguardla gərək gedə bir dənə eşikdə bir sandviç ala. Bunun yanında 2-3 nəfər olmasa bu özü gedib bir görə bilmir. Pullar da ki dədədən oğurlub pullar ki İranın xalqindən oğurlublar. İndi də məhkəmələrdə bu Washington DC məhkəməsində, Sivisdə bu vacih oluyor. Bunlar dava puldur. Vəli bu pullarla bu ömründə bir saat işləməyibdir. Bu adam ki dədəsi, indi bunun tərəfdarları deyirlər, bunun dədəsi zamanında İranın pasportu hər yerdə ehtiramı var idi. Vəli onu demirlər ki, bu haman bunun dədəsi öləndə haman pasportu İranı ilə buna bir dənə məmləkət yer vermədi. Hətta bunun ən yaxın dostları İngilizistan, Fransa, Amerika buna icazəyi vurud vermədilər. Yəni o iftizaha yetirmişdi. Bu o qədər xaraplamışdı. O öz generalı ki, adı Bədreyi nə dedi ki, bir dənə ölü müşkimin gəldilər quyruğundan yapışdılar, atdılar ki, indi bu ağa 47 ildə elə bir dənə ölü insandı, tabutda qalıbdı, çıxardıblar istədilər dirildələr. Görə bu nə işiyor bu 47 ildə? Bir dənə bu sandviç fırışıda işləyəcək, bir dənə şoför olaydı, məsələn Uber'ə ya otobusa ya bir bakkal dükkanı açsaydı, yəni xalqdan təması olsaydı, bilərdi insanlar necə rəftar etsə, hamı elə bunun puluna baxıb bəli deyirlər, bu pis adət eləyibdir, fikir ki, dünya o cür olacaqdır. Və özü də deyir ki, mənim İranda yerim yoxdur, İranda ailəm, hamısı burada böyüblər. Bu da bunun böyük babası və dədəsi bunlar kudreti ilə özgah dövlətin təvəssü ilə gəldilər üst-üstə. Bu da ümidin bağlayıb belə İsraillə, Amerikanın təvəssü ilə gətirər bu şah eləyəli. Özü də şah olmuyor elə, fəqət Fransadan ya Washington'dan bu adı ola üstündə. Və bu çox bir səhv bir təfəkkürdür. İran milləti heç vaxt bunu qəbul eləməz. Məxsən Azərbaycanlar, Kürtlər, Lorlar, o məmləkətlər, Qəşqaylar, onları ki bu
bunun babası, dədəsi nə cinayətlər edib olan barəsində. Mənim ittifaqan özümün xatirəm var bunun dədəsinin o kitabları yandırmaqda. Mən özüm o kitab yandıranlardan biriydim. Orada şirkət eləmişəm. Mən gördüm orada nə cinayətlər oldu. Bizim hər şeyimizi bunlar dandılar. Və fikir elə ki, elə gəlib, bir dənə məmləkət var, bir dənə din var, bir dənə dil var. Ondan sonra o bəqiyyə heşlatdır. Bu Qacar zamanında bu İranın şahları münasirətli şah zamanından başladılar Avrupaya getməyə, dolanmağa. Hətta bir müsafiətdə misin ki, neçə ay Nasrəndi şah tamamı heyət dövlətlə, vüzərə ilə hamısı getmişdilər bağa. Getdilər Avropanı dolandılar və o şeylər ki orada gördülər, calibdir İrana dərdədəyə, onları deyirlər, kopistidə eləyərlər, bir qəradatlar bağlayarlar, gətirərlər İrana. Vəli o müddətdə İranın işində bir dənə dava olmadı. Bir kərpişdən yerindən çıxmadı. Niyə? Orada bir o federalizmi sünnəti qoymuşdular. Hər əyalətdə, vilayətdə məsul adamlar vardı. Fəqət idarə edicilə üstən bunlara şəbəhlik olurdu. Bəli, görürsən bunlar elə bir qolar Rıza Şahın mərzidə mənim yadımdadır da vaxtı ki Rusların təyyarəsi gəldi, Mərağanı bombaran edildi. Mərağa onda zadıdır, ilxi yer idi. Çünki şəhəndin cünubunda o zaman da ateşin zadı yox idi, o qədər kamyonu zadı yox idi. At üstə gedərdilər bunların çoxu, qudrət-i təhərrük fəqət atınlarıdır, qatırlarıdır. O da Mərağanın damanəsində, Səhəndin damanəsində elxi orada oturardı. Təbrizdəki ləşkər qoşunlar, onların atlarının çoxu Mərağanı saxladılar. O ki, Mərağanı bombaran eləyəndə mənim yadımdadır. Buradakı bu sərhəngilər, ərtəşir adamları, bunları biri Farsı, Türkçü danışanmırdılar. İnanırsınız, nə burada həkimə deyəndə bu farsçılara əsəbanı olurlar. Bizim qaça-qaç düşdü, Rıza Şah gedəndən sonra bu Fars əfsərlər, bunlar ki, heç o şəhərdə bir nəfərin dostluqları yox idi. Onlar dil bilmirdilər, qonşuları da Farsı bilmirdilər. Bunlar qaldılar elə bir dənə biganə məmləkətdə yaşırlar. Bunlar libasların əvvəli qaça-qaç düşdülər yolundan ki, Həşkəri yoluna. Qaçalar gedələr Miyana tərəfindəki qədim yolundan gedərdilər, özlərini Tehrana yetirələr. Bizim kənddə mənim yadımdadır. Bunu mən neçə edə demişəm, farsçılar əsəbanı olurlar. Onda ki, kəndlərdə hotel zat yox idi. Bir belə adam çöküldü, getdilər, yay idi xoşbəxtanə. Getdilər, tövləni boşatdılar, təmizlərdilər, süpürdülər. Orada çoxlu kilim və gecim salmışdılar. Bu kəndlər də kömək elədilər, getdilər, orada yorğan döşək verdilər. Bu Fars ərtəşin adamları ya dövlətin idarə adamların bunları getdilər orada. Nə ehtiyacları vardı, onların həddi mümkündə bunlara xidmət elədilər. Bu rejim o vəziyyətdə qaçdı. Elə Məhəmməd Rəza Şah zamanı da gördük da, elə gedəndən sonra bunların biri orada durub başını saxlayanmadı. İstəyirlər həman sistemi gətirərlər dubara burada idarə eləyərlər. O da olan işləri mənə ki, məxsən Azərbaycanlar, Kütlər, Lorlar, bunlar görüblər bunların başlarına nə gəlir. Bir məmləkətdə ki, bunun dili qədəğənidir. İranda məşrutiyyət elə fədakarlıqla məşrutiyyət binə qoyulmuşdu bu
Böyük babası gəldi, məclisi bağladı, dedi, bu tövlənin qapısını bağlaram mən. Bunu demokrasiyə bu əndaza ehtiramı var idi. Dədəsi də bunun eyni o idi. Dədəsi idi, hər kimin pasportu İranın istəyir, gərək bu hizbi rəsaxıca üzv olur. Olmasa gərək gedək ki. Bu oğlu da gəlib onlara bir işarə eləmiş ki, baba, biz istəməyik bu qabaqçı sistem piyada ola. Və tərəfdarlara da fəqət hər kim tamam eşikdə təzahürat olanda, xalq yığışanda başlarlar o adamlar ki, bunların sözləri ilə müvafiq səhərlər, başlarlar vurmağa. Hələ bunlar qüdrətə yetişməmişdən məmləkədə istəyirlər diktatörlüklə idarə eləyərlər. O ki, mən fikir edirəm, bu Şahın oğlu heç imkanı var ki, İranda tamam xalqlərə eləyə bilir, öz hökumətin yeridə bilir. Bir mümkündür bunlara Fas məhəllələr yerlərində bir dənə məmləkət düzəldərlər, bu orada olacaq. Vəli bəqiyyə İranda bunun yeri yoxdur mənim nəzərimə. Aydındır. Bu söz təbliğatdan və propagandadan gedir ki, bizim bəzi vətəndaşlarımız da uyublar, məsələ buradadır. İndi dindirirsən, 250 deyirlər ki, elə bu səltənət gözəldir filandır. Halbuki elə o şəxslə elə işimiz yoxdur. Amma o düşüncə tərzi bu bəlaları bizim başımıza gətiribdir. Elə səltənət və Pəhləvi kimi bir əgəmənliyin ya hökumətin siyasətinin sonucundaydı ki, Azərbaycanda minlərcə kəndimiz boşaldıldı və bizim 100 minlərcə insanımız ki, sonra milyonlara ulaşdı. Didərgin düşdülər, darmadağın vəziyyətdə yaşadılar, Azərbaycandan qopdular, ana yurdlarından ayrı qaldılar, toplumsal və ictimai sosial problemlər ortaya çıxdı. Yəni, ailə başçısı bir tikə çörək pulu qazanmaq üçün 1000 kilometrə, 2000 kilometrə uzaq yerlərə getdi, ailəsi orada başsız qaldı və bunun başqa əvaqibi oldu. Bunlar hamısı, onun da daha nələr vardır. Kültürümüzdə, mədəniyyətimizdə qopuqluq yarandı və dilimizi itirdik, fərhəngimizi itirdik, kültürümüzü itirdik, burada məhv olduq. Hamısı elə Pəhləvinin o siyasətlərinin sayəsində sonucunda olubdur. Cumhuri İslami də gəlibdir, onu davam etdiribdir. Tac gedib yerinə əmmamə gəlibdir. Əmmaməni götürür ki, yerinə tac qoy. Yəni, siyasətdə fərq eləməyəcəkdir. Bu dəqiqə görüntülərdə görürük, Amerikada, Kanadada, Avropada Pəhləviçilərin biri geçsə qarşısında dursa ki, desə mən etiraz edirəm, qəbul eləmirəm, hələ əllərində güc yoxdur. Görürsünüz ki, o ağacla, nə bilim, əllərində olan başqa bir alətlərlə o etiraz eləyənə həmlə edirlər, yügürürlər və orada onu göz qabağında kameraların qarşısında belə vururlar, döyürlər. Bunların əlinə güc keçsə, görün nə cür olacaqdır. Bəziləri mümkündür deyə siz Pəhləvidən nə istəyirsiniz? Biz Pəhləvidən bir şey istəmirik, onlar bizdən əl çəkmirlər. Bizim millətimiz əgər öz yolunu tapıbdırsa, Azərbaycan coğrafiyasında özünə layiq, özünə uyğun bir sistem düşünürsə, eyvallah, sıxıntı yoxdur. Amma Azərbaycanı buraxıb, millətimizi buraxıb da yine o tipdə adamların dalıcaq, hələ adam olsalar, onların dalıcaq sürünmək istəyirsə, o orası biraz üzücüdür. O sistem Cumhuri İslami də olsa yine sual əlaməti vardır, Pəhləvi də olsa yine sorğu-sual əlaməti var burada. Onu çatdırmaq istəyirik, yoxsa biz Pəhləvi bəlkə başqalarına uyğundur, özləri bilərlər, bizlik deyildir. Bizə uyğun deyildir, onu demək istədim. Gerçi nə bilim ayrı qruplarda vardır, nə bilim xalq mücahidləri vardır. Xalq mücahidləri biraz içəridə mənfur olduğuna görə çox məqbuliyyəti yoxdur. Keçmişdə özlərinə bir işlər görüblər, cinayətlər eləyiblər, nə bilim fəaliyyətləri olubdur, amma çox onları tutan yoxdur. Amma olsa bizim bölgəmizdə bir iddə Cumhuri İslaminin yandaşıdır, bir iddə Azərbaycanın mənfəətini düşünür. Bəzən də elələr də çıxır ki, deyir biz Şahı istirik, Pəhləvini istirik. Onları da çox qınamaq olmur əlbəttə. O qədər Cumhur İslamının bu siyasətindən inciyiblər, bıxıblar, zara gəliblər. Deyirlər bəlkə o gəlsə qurtaracaq. Amma madam bir dəyişikliyə sarı gediriksə, niyə biz quyudan, çaradan çıxıb quyuya düşək? Özümüzə uyğun bir demokratik sistem quraq da, millətlərlə dostluq eləyək, qonşuyla dostluq eləyək, ticarət eləyək, turizmimiz güclənsin. Siz hansı modeli düşünürsünüz Ayın Ənsari? Yəni bir dəyişiklik olacaq isə içəridə, bir dəyişiklik, rejim yıxılacaqsa, bir dəyişiklik olacaqsa,
Güney Azərbaycan üçün siz neçə model, bir model varsa deyin bir model bu və lağeyr. Yox, neçə model varsa buyurun ki 1, 2, 3 mən bunları uyğun görürəm. Olsa 1, olmasa 2-ci, olmasa 3-cü bu şəkildə buyurun söhbətlərinizi eşidək. Valla mənim etiqadım var ki, mən elə firqə zamanı da mədrəsəyə getdim, onları gözümlə görmüşəm. Çox o barədə əlaqəm var ki, o sistemi ki orada istidilə piyada eləyələ, o əməli olar. Necə olar ki, sən deyəsən ki, bir millətin huviyyətini danasan. Əsən sənin dilin dildəyi. Ağay Qasım Süleymanı'dan mən bir video gördüm, 2 il bundan qabaq. Deyir ki, inanırsınız ki, biz 750 il tamam bizə xaricilər hükümət eləmişdi. Yəni tamam bu tühlər hükümət eləyib, bunlar xaricidirlər. Yəni Bəndər Abbası gedik gör, məsələn, Şah Abbas, Səfavilər, Nəcət verdilər, getdilər, o cür Portakalların, İngilizlərin əlindən qurtardılar. O olub xarici. Bəli, bu ağa Şirvandan deyir ki, bunlar xaricidirlər. Bu, əlbəttə mən onu qınamıram. Bələn ki, onu qoya, heç elə savadı yoxud elə Dəbiristandan getmişdi müharibəyə. O barədə də yaxşı maharət qazanmışdı. Bəli, o cür tarix bilə və hüquq bilə, hüquq insanıdan fikr eləməyəm o qədər məlumatı var. Necə deyir ki, 750 il bu məmləkətdə xaricilər hökumət edib. Bu ne deməkdir? Bu indi İranın kitablarında da bunları yazırlar. Uşaqlara öyrədəslər, bunlar xaricdən gəliblər. Bu tühlər buranın əhli deyirlər. Biz farsıq, bir dənə də dil var, o da fars dilidir. İstillə xalqa bu fikri zoran qəbulan etkilə. Mən hərdən fikir edirəm, baxaram, görürəm ki, necə oldu ki, bizim dədə babalarımız Rıza Şah gələndə bu sistemi piyada eləyəndə vaxt deyildi ki, hər kəs türkü danışsa, Təbrizdə gərək bunun boynuna nokta bağlayasan, xiyabanlarda dolandırsan. Bizim dədə babalarımız niyə bunu qəbul elədilər? Ona baxanda, diqqət eləyəndə, birinci müharibədə deyirlər, 11 milyon İranda elə acından öldülər. İran Osmanlı tərəfindən, Ruslar, İngilizistan, Fransa tərəfindən işgal olmuşdu. Heç edə bir nəfər istəmədi İran parçalana. Və Çinədə məmləkəti hazır oldular ki, vahid məmləkət saxlayalar. Bizim dədə babalarımız, mənim adım Şapurdur, bizim ailədə bu adlar yoxudur. Şapur, Pərviz, Darius, falan. Bunlar elə şah gələndən bizim dədə babalarımız o qədər hüsnü niyyətləri vardı, o qədər bunlar istəyirlər İranda bir ittihad yaransın. Hazırı da bunlar dediği sözlərə inanalar. Bəli, bilmədilər ki, bunlar hamısı bomboş, yalan sözlər idi bunlara deyirdilər. Əməldə də gördük ki, indi məsələn, mən o günü baxırdım, Təbriz 8-ci, 9-cu şəhəridir, teydad cəmiyyət. Yəni, Rıza Şah əvvəl gələndə tərkimar oldu, Təbriz əvvəlin şəhri İranında cəmiyyət. Tehrandan da böyüdü. İndi nə olub? Müxtəlif şəhərlər azalda geziblər. Təbriz nümunədir. O bir şəhərdə siz deyən kimi bir belə xalq buradan mühacirət ediblər, gediblər o biri yerlərdə. Bir dənə məqalə dostlarımızdan biri yazıbdı, radyo zamanında da vardı. Əzadə Təbriz, Ərusi də Tehran, nə qədər buradan xalq digərgin işte bunları yollu elə yerlərə ki, orada bir nəfər buranın dili danışan birdi. İstəmirdilər belə Azərbaycanda qalalar. O ki, bunlar bədbəxtlər getdilər, hər şeylərin əldən verdilər, çoxları öldü, dağıldı. Mənim öz qonşumuz
yadımdadır. Mərhum Kətancı çox bir müvəffəq tacir idi. Onun tüm firqənin tərəfdarı idi. Bir iş də görməmişdi, fəqət elə firqənin tərəfdarı idi. Onu elə dağıtdılar, yolladılar Bəndər Abbasa. Tamam zindeganlığı dağıldı. Neçə illərdən sonra elə min dənə mərəzlə öldü. İşte, o haman ailə olmadı. Bu bir dənə nümunəsini mən görmüşəm. Buradan minlərcə, 10 minlərcə bizim xalqımızın başına gəlibdir. Bu imkanı yox. Sözün quvvatında çox bağışlayın. Təxminən 200 il olar Quzey Azərbaycan, Güney Azərbaycan ayrılıbdır. Yəni 1828-də deyək ki, Türkmənçay imzalandı. O tarixdən tutun gəlin çatın 2020-yə. Yəni 200 ilə yaxın, 8 il az məsələ ondan ayrılıbdır. Bu qopuqluq vardır. Bir dənə istəyirəm bir görüntü deyəm. Görək ki, müqayisə ilə bir dənə ayrı görüntü ilə yan-yana qoyacağım bunları. Bir savaş baş verir. Bir Quzey Azərbaycan ordusu əskərləri gedir Şuşanı azad eləyə. Güney Azərbaycanda Zəncanın hansısa ucqar bir kəndində oradakı bir əhali gecən sübhə qədər yata bilmir, ürəyi döyünür. Misal deyirəm bunu, ya məsələn Sayınqalada, ya Qəzvinin hansısa kəndində. Ki bizim əskərlərimiz nə zaman Şuşanı alacaqdır və aldıqdan sonra da sevinc yaşı gözündən axıdır. İndi bu bir vətəndir. 200 ilə yaxın bir-birinə ayrı qala-qala, amma ürək hələ eyni döyünür. Eyni, bərabər ağlar, bərabər gülür. Bir dənə ayrı tablo varımızdır. Adını İran qoyublar. Zəndiyyə dönəmində Xorasanlı ilə İsfahanlı, Şirazlı eyni vətəndə sayılmır. Zəndiyyə İsfahana, Şiraz o tərəflərə hakimdir. Azərbaycan da deyil, onun bayrağı altında Xorasan da deyil. Yəzməz o tərəflərdə bölüşür. O da adın vətən qoyubdur. İndi Azərbaycanda bir zəlzələ baş verir. Heç demirəm savaş. Bir zəlzələ olur bizim bölgəmizdə. Məsələn, Miyanada, Sarabda, Bərzəqanda, Qaradağda. Görək ki, Kirmandakı məsələn, ya İsfahandakı bir kəndin əhalisi, ya bir şəhərin əhalisi gecən sübhə qədər bizim millətimiz orada, insanlarımız torpağın altındadır, boğulur. Ona görə ürəyi atlaşır mı? Məsələn, deyə durum gedim, özümü çatdırım, ora nicat verin filan bəhman. Yəni millətcə, tək tük insanlar demirəm, o hər yerdə ola bilər. Millətcə ki, mənim həmvətənim orada yanır. Amma yazırlar sosial mediada, türklərdən biraz da azaldı. Bunu deyirlər ki, bir nəfər yazır, 2 nəfər yazır. Amma 10 minlərcə onu bəyəni vurur. Bax, orası çox təhlükəlidir. 10 minlərcə onu bəyəni. O xətərnaşdır. Ona görə, baxaq görək ki, bizim vətənimiz haradır? Bax, bizi Allah yaradanda, ya əslən elə belə yaranışımızda, indi Allah yaradıbdır, ya hər nə. Bir dəxələ dünyaya gəlmişik da. Bizə görə alnımızı yazıblar ki, siz illa billah ilə İranlısınız, bu cızıqdan çıxsanız xain sayılacaqsınız. Hə, biz onda qəbul edərik ki, cızığımızdan çıxmıyor. Yox, desələr ki, siz də adamsınız. Bədəninizdə bir sellul vardır, qan var, damar var, can var, ruh var, məna vardır, anlam vardır, məfhum vardır. Onda ola bilər ki, biz özümüz vətənimizi seçək. Ya hara ilə ürəyimiz bizim bir bağ qurur, bağdaşı vardır. Haraya bizim ürəyimiz əsir. Haranın əhalisi bizlə bərabər ürəyi döyünür, ora bizim vətənimizdir. Biz and içməmişik ki, məsələn, bizi bəyənməyənləri qoruyaq, saxlayaq. Onlar da bizi bəyənməsə, aşağılasa da, təhqir eləsə deyək, yox da, həmvətənik bizim məcburuq. Sən nə qədər tüpürsən üstümüzə, biz elə səni qoruyacaq. Ha, bizə onlar bu gözlə baxırlar. İşçi, güdüçü, keşikçi, sərhəd qorucusu, nə bilim, mərzban, əskər, onlara nə bilim çalışan, bu qədər bizə baxırlar. Yoxsa bir həmvətən gözü ilə baxsalardı, normal vətəndaş gözü ilə baxsalar, dərd yarı idi. Biz də deyərdə vətəndaşıq, acısı da olar, dadlısı da olar, keçinməliyik burada. Amma elə söhbət yoxdur ortada. Ancaq bizim elə sərvətimizə göz tikiblər, mənabeyimizi, yeraltı sərvətimizi daşıyırlar, insani sərvətlərimizi darmadağın günə qoyublar. Bu da ki, bizə baxdıqlarıdır. Dilimizdəki çeynə-tüpür danışırıq. Daha bizim nə qalıbdır? Nə edə bilərdilər, etməyiblər bizim haqqımızda? Lütfən barmağınızı qatlayın, deyin ki, bu işi görə bilərlər, görmədilər. Çox, məsələn, ağalıq eləyiblər burada. İqtisadımızda, siyasətimizdə, mədəniyyətimizdə, kültürümüzdə bizə nə pay veriblər axı bu Pəhləviyyə Cumhur İslami? Deyək ki, biz bunları buraxmayaq. Biz bunları buraxsaq, bərbad günə düşərik. Ondan özümüzdən çıxarıq, nələr olar, nələr olar. Amma Quzey Azərbaycan bunu misal verir və mikrofon sizə verim, son dəqiqələr yaxınlaşırıq. 1992-də, yəni yeni müstəqilliyini qurubdur, bağımsızlığını qurubdur. GDP-si 450 milyon dolara düşüb. 450 milyon dolara düşübdür. Özünü toparlaya bilmirdi o günlərdə. Amma millətcəsinə bunlar əl-ələ verir də, doğrudur, çatışmayan yerdə çoxdur.
Amma gəlib bu dəqiqə satıblar 80 milyar dolara. 160 qat böyüdü iqtisad. 160 qat. O tarixdə 1992-dən bu günə qədər dilləri, kültürləri, mədəniyyətləri yerindədir. Onların sayəsindədir biz də balaca musiqimizi, nə bilim, dilimizi orada görürük. Yoxsa olmasaydı biz daha bundan da pis günə düşə bilərdik. O mənada doğrudur. Mən də nə bilim bu ölkə parçalansın, o darmadağın olsun demirəm. Amma madam biz yox oluruq, məhv oluruq. Biz nəyə yapışaq qalaq onlarda? Onlar da bizi zəli kiminlər qanımızı sorsunlar. Biz and içməmişik ki, onlara qolumuzu tutaq, buyur damarımızdan qan çək. Eləyə bilərik ki, öz ayağımız üstündə duraq, güclənək, onlara da xeyir çatdıraq. Heç demirəm zərər yetirək. Biz güclü olaq, onlara da xeyir çatdıraq. Belə Afriqanın Ucqar kəndində əlimizdən bir iş gəlsə ki, orada da xeyrimizi çatdıraq. Çox gözəldir, ondan yanayam mən. Amma bu fikri başımızdan ataq, bu daşı ətəyimizdən ataq ki, nə bilim, vətənə bir şey olmasın. Vətən bizim olsa bir şey olmasın. Onlarındır. Biz onları niyə qoruyaq? Özləri qorusun da vətənlərini. Biz elə yaranmışıq onları küdək, elə onları qoruyaq. Bu düşüncəni istirdim ki, millətimizlə danışaq. Bu qədər yalandan vətən deyib də bizi küdaza verməsinlər. Qırğına verməsinlər. Vətən olsaydı, hə, tamam, eyvallah. Vətəndən ötürü insan gedər, canını da verər. Vətəndə yaşayanlar deyər, sağ olsun. Vətən sağ olsun, vətəndaşım sağ olsun. Amma biri nə bizə vətən olubdur, nə bizə vətəndaş sayılıbdır normal. Biz niyə onların yolunda canımızdan keçək? İstərdim ki, sizdən də işlə görək bu, belə bir söhbətlər nə qədər yerlidir, nə qədər faydalıdır. Yox, heç bunun üstünü açmayaq elə, onlar dediyi kimi elə o vətəni qəbul eləyək, onların uğrunda da elə canımızdan keçək. Siz necə deyirsiniz? Mən elə sizin sözün təyində özümün başıma gəldiyi də astanı xülasə deyim sizə. Nə gör bizi, bunlar bizlə rəftar edirlər. Mən ki, İranda istəydim Mərağada bir dənə bimaristan, xəstəxana düzəldim. Öz pulumla bir dənə modern kardioloji qoyam. Uzun dastandı, onu da yazıram. İnşallah bir kitab formunda verək şeyə. Onu qoymadılar. Prezident Heydər Əliyev zamanı ki, mən orada görüşdüm milləsiylə. Ola dedim ki, mən istəyirəm burada bir dənə belə bimaristan düzəldim, xəstəxana düzəldim. Ola da çox ehtiyacları var idi. Bətər də pişvaz elədilər, çoxlu köməklik elədilər. Profesör Michael Dubey ki, haman döktürü ki, şahı əməl elədi, Yeltsin'i əməl elədi. O da oldu ki, o lideri, o xəstəxana ola, mənə də Prezident Heydər Əliyev fəks yolladı, gedən onlarını da Dubeyki ilə başında görüşəm. Bu xəbər gəldi İrana. İranda Rüznamədə demişlər ki, döktür ənsarı gedib Bakıda bir dənə xəstəxana düzəldi. Demişlər ki, bu İrana gələndə sizlə mənlə müsahibə eləyələr. Mənim familiyəm dilə var, qulaq bunlar sözləsən, bunlarla müsahibə eləmə. Dedim, yox, o gəlsənə görə nə deyirlər. Heç adımlar, bunlar 4 ya 5 nəfəridir gəldilər, otdular. Mən bacımın evində, Mərağada, yerdə, səndəldə, yox, fəşlərin üstündə. Mənə deyirlər, sən mən niyə xülasəsi deyirəm uzun söhbətlərin. Xülasəsi deyirəm, sən niyə başındasın, sad eləyəsən, bimarisandırsan. Dedim, nə olur, başında bizə vətən dedi, ha. Biri o tərəfdən dedi, ayda ötü sən axın, dedin ki, mən Mərağadan adam olmuşam. Və sən niyə deyirsən, Bakı mənə vətəndir? Dedi, bilirsən, Bakı niyə mənə vətəndir? Səhər ki, mən duyuram, görürəm, radyonu açanda öz dilimlə danışır. O, Ruznamə qazeti görəndə öz dilimdə yazır. Küçüyə çıxanda, otelə gedəndə, hər yerə gedəndə mənim dilimdə danışır. Mən öz vətənimdə Mərağada eləyəmirəm onu. New York'da da yoxdur o mənə. Chicago'da da yoxdur. Paris'te de yoxdur. Tənaşəhər ki, mənə bu imkanı veribdir. Bakıdır. Bu mənə vətən lazımdır ki, adı vətən ola. O şey ki, mənim hüviyyətimi bunlar geri saxlırlar. Mən oranı özümə vətən bilirəm. Və İranda bizi də gərək el ola ki, hər kəs, hər şəhərdə özün o məmləkətin sahibi bilə. Nəinki elə Ağay Qasım Süleymanı kimin deyərəsən elə xaricisən, xaricdən gəlmirsən. Odur ki, mənim mütəqidəm, mənim az qalıb 90 yaşım ola bilir. 3 aydan sonra 90 yaşım olacaqdır.
və mənim çox təcrübəm var. 63 ildir Amerikada yaşayıram. Bir belə adamları, xalqlar, fərənglər görmüşəm. Əslən bu İranın təfəkkürü bu ki, faslar, şovinist faslar olar ya bu İslamilər olar ki, fəqət deyirlər, bir dil var, bir din var. Ondan sonra heç kiminki qəbul deyil. Bilmirəm, bunlar havasına kimin eləyə biləcəklər. Bu formunanın yaşayıcılar. Bu məmləkət, İran istəyə bir dənə məmləkəti müstəqil və mürəffəh ola, gərək hamının haqqı bərabər ola və hamı da özlərin orada sahibi məmləkət bilələr. Ondan sonra bu məmləkət parçalanacaqdır. Onda da çoxluq qan töküləcəkdir. İnşallah ki, elə iş olmayacaq. İnşallah. Çox sağ olun Sayın Şapur bəy Ənsari. Sizin əməyiniz böyükdür Azərbaycan haqqında. Vətən övladısınız və əlinizdən gəldiyi qədər elə gənc yaşlarınızdan vətən uğrunda, millət uğrunda əmək veribsiniz, zəhmət çəkibsiniz. Bu bəlkə yetərincə təqdir olunmayırsınız, amma siz də təqdir olmayırsınız. O bizim borcumuzdur ki, gərək vəzifəmizi, görevimizi yerinə yetirəydik. Bir qüsur olubdursa, o bizi də üzürlü sayın. Amma hər halda sizin kimi vətən övladlarının qulluğu danılmazdır. Allah sizə uzun və bərəkətli ömür versin və sizin payınız bol olsun inşallah. Bəzi o xeyir işləriniz bəlkə burada deyilməsini istəməzsiniz, biz də demirik, amma hər halda bilin ki, bizlər də bilirik. İnşallah vətənimizin övladları elə öz vətənimizi və millətimizi düşünərək ilk öncə bir enerjiləri vardırsa, təpərlərini toplayıb öz millətimizə, öz vətənimizin uğrunda onu xərcləsinlər. Ondan sonra artıq enerjimiz vardırsa, başqalarına onu xərcləsinlər. Biz də onun paxılı deyilik. Amma buyurun, siz bir şey deyəcəksiniz. Bir dənəsindən izafə edeyim. Bildir, 2 il bundan mən getdim Bakıda. Orada mən bu Xudafərin köprüsünü görməmişdim. Azad olandan sonra o tərəfi icazə verdilər, gedə ora. Televizyonlar gəldilər, məndən müsahibə elədilər. Mən baxdım, köprü bir miqdarı sökülübdür. Böyük daşlar onun binalarından elə yerində qalıbdır. Böyük daşlar. Mən xəbər aldım, köprü neçə il bundan qabaq tikilib. Dedilər, 1100 il buna. Biri də deyir, 900-dür. Ya bu məmləkəti, bizim bir dədə babalarımız bu köprünü niyə teymişdilər? Bunu teymişdilər, bu üçün oğa kərvanlar gedib, elə toylar olub, ticarətlər olubdur. İndi gəliblər İran tərəfindən orada qoşun gədirlər, muşək, tank falan kesilə dağıdalar. Bu çayın üstündə bir dənə, 2 dənə yox. 10 dənə, 20 dənə bu 150 kilometrdə gərək körpülər düzələr. Bu xalq biri-birlə gedərək, gələrlər və onu döktür fizikən elə bu ayrılığı kim saldı? Görək bu xalqın arasına niyə olub? İndi ona xatir mənə bir pərvəndə düzəldiblər İranda. Deyirlər ki, bu gedib xarici dövlətlərlə həmkarlıq edir. Həmkarlığı bu olub ki, demişim ki, baba bu köprünü dostluq köprüsüdür. Mən Michigan'da Kanada ilə aramızda bizim neçə dənə köprü var, hətta tünel də var, suyun altından böyük gəmilərin altında tünellə xalq edirlər. Yəni o qədər xalqın bir-biriylə əlaqələri var ki, 2 dənə, 3 dənə köprü kafi deyil. Bizim də gərək o sayılı, bu sayılı bunlar biri-biriylə gedib gələrlər. Niyə bunlar ayrısı, düşmən ölüsüz? Ermənilərlə bir belə bunlar kömək qələdə Azərbaycanlıları orada dağıtmaqdan ötür. Mən bunların yazılarını oxuyanda vaqan vəhşət gəlir ki, bunlar elə erməniləri gərək biz də işğal eləyək. Biz gərək Azərbaycanı işğal eləyək, ermənilər eləyə bilərlər, gedələ Bakıya. Xülasə, ta vaxtı ki biz orada özümüzü sahibi məmləkət bilməmişik, Azərbaycanlar özlərin öz müqəddərasını önlərinə almasalar, o məmləkət olmaz. Çox sağ olun. Sayın Şapur bəy Ənsari, mən istərdim ki, proqramımızın sonunda
rəhmətli Şahmar Əkbərzadənin bir parça şeiri ilə sağollaşam vətən haqqında. Şahmar deyir ki, sən iki hecalı bir sözsən vətən, sətirdən sətirə keçirilmisən. Sui-qəsd ediblər şan şöhrətinə, sui-qəsd ediblər şan şərəfinə. Edam olunubdur 5 hərfində və keçib Arazın o tərəfinə, tən qalıb Arazın bu tərəfində. Ortamdan tikanlı sətirlər keçir. Pozanım olsa da poza bilmirəm. Qərinələr ötür, əsirlər keçir. Mən səni bitişik yaza bilmirəm. Sən iki hecalı bir sözsən və tən, sətirdən sətirə keçirilmisən. İnşallah bir gün gələr, bu vətən birləşər və quzey-güney sifətindən bizim yaxamız qurtarar və o əski tarixi bütün Azərbaycan da inşallah qurular. Bir daha sizə təşəkkür edirəm cənab Ənsari. İnşallah yenə də ayrı proqramlarda sizi ziyarət edəcəm. Şöhrət Tahirinlə mən neçə dəfə görüşdüm biləsiylə. Onun da o gözəl şeiri var ki, deyir, o qədər iki bölünməkdən qorxmuşam, indi bir köpü də ikiyə bölünməyə. Şöhrət Tahir deyir ki, dərdi dərd olmuşdur elim də mənə. Ağladım bir naşı güləndə mənə. Heç kəs ağlamasın öləndə mənə. Mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam. Mən gərək sahili sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam. Çöpü də ikiyə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır. Ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlıq azdır. Görüşsəm ayrılmaq bilmərəm daha. Mənim saadətim hardasa itdi. O Asad gəlmişdi, Asad da getdi. Mənə nə etdisə, saadət etdi, bədbəxt saadətə gülmərəm daha. Bu da Astaralı Şöhrət Tahirin şeiridir ki, çox da... Mən onu çox görərdim, hər dəfə Bakıya gedəndə onu görərdim. Özü də deymiş, yaxı, baba bu doktor Ənsari nə cür adamdır, gəlib bura, həsi məndən görüşəm, bəli, nə bir şey yiyir, nə məşrub içir, vodka verir, əsən əl vurmur, deyilə xasirələrindəndir. Baxın, bir insanız ki, elə özü kitab kimi bir şeydi, o qədər xatirələri vardı cünubda, mən ləzzət aparardım. Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Bir daha sizə təşəkkür edirəm, çox sağ olun. Dəyərli izləyicilər, sizə də ayrıca təşəkkürümüz vardır ki, qiymətli vaxtınızı ayırdınız və bizi də ekranlarınızın aracılığı ilə olduğunuz yerə qonaq elədiniz. Allah qoysa, yaxın gələcəkdə yenə də görüşəcəyik. Gələn görüşə qədər hələlik.